Bu bizim vizual olaraq görünən meydançamızdır. Meydançanın ölçüləri haqqında məlumat verim. Meydançanın uzunluğu 100, 110, eni isə 64, 71. Bu rəsmi ölçülərdir. Yəni rəsmi yarışlar üçün nəzərdə tutulan ölçülər budur. Qeyri-rəsmi yarışlar üçün nəzərdə tutulan ölçülər də var. Fərqli rəqəmlər görə bilərsiniz. O bizə lazım deyil. Meydançada gördüyünüz bütün xətlərin qalınlığı 12 sm. Meydançamızda qapının ölçüləri, dirəklər arası məsafə 7,32, hündürlüyü isə, dirəyin hündürlüyü isə 2,44 sm. Bu bizim qapının məsafəsi oldu. Əgər bizdən qapının eni soruşarsa 7,32, hündürlüyü soruşarsa 2,44 götürürük. Gələk heyətimiz haqqında. Heyət deyəndə nə nəzərdə tutulur? Əsas heyət nədir? Ehtiyat heyət nədir? Bunu izah edək. Bizim komandanın əsas heyəti, belə deyim, A komandasının əsas heyəti olur 11 nəfər. Ehtiyat heyəti isə olur 15 nəfər. Cəmi 26 nəfər. Yəni bir komandanın ümumi oyuncularının sayını soruşarsa biz götürürük 26 nəfər ümumi oyuncuların sayı. Yəni bu maksimum belədir. Maksimum 26 nəfər ola bilər. Komandanın əsas heyətini soruşarsa, yəni əsas heyət odur ki, meydanda oynayan heyətə əsas heyət deyilir. 11 nəfər meydanda oynayan heyətimizdir. 15 nəfər isə ehtiyat oyuncularımızdır. Ehtiyat oyuncularımız əsas oyuncuları əvəz eləmək üçün nəzərdə tutulan bir heyətdir. Biz 11 nəfər əsas heyəti oyun zonasına gətirməliyik. Yəni bizim oyunumuz varsa, bizim əsas heyətimiz oyuna gəlməlidir. Əks halda texniki məğlubiyyət alır və oyunu uduzmuş sayılır. Amma bizim ehtiyat oyuncularımızın oyun zonasına gəlməyi vacib deyil. Biz istəsək 0 ehtiyatla da gələ bilərik. Biz istəsək 5 nəfərlə də gələ bilərik. 10 nəfərlə də gələ bilərik. Bu məşqçinin öz seçimidir. Yəni ehtiyat oyuncularının gəlməyi mütləq deyil, amma əsas oyuncuların gəlməyi mütləqdir. Başlayaq. Əsas oyuncuların istisna halı var. Nədir o istisna hal? Bizim əsas 11 nəfərimiz meydana neçə nəfərlə çıxa bilər? Minimum 7 nəfərlə çıxa bilər. Bizim əsas 11 nəfər heyətimiz meydana minimum 7 nəfərlə çıxa bilər, maksimum 11 nəfərlə çıxa bilər. Ancaq 7 nəfərdən az oyuncu ilə çıxarıqsa, məsəl üçün deyim, 6 nəfərlə çıxarıqsa, biz oyunu uduzmuş sayılırıq, komandaya texniki məğlubiyyət verilir. Bu həmçinin oyun ərzində də belədir. Əgər bizim oyuncularımızın 11 nəfəri meydandadır. 11 nəfərdən 5 nəfəri müəyyən səbəblərdən meydanı tərk elədi. Fərqi yoxdur, qırmızı aldı və yaxud da zədə aldı, çıxdı. Əgər bizim zədə alan zaman ehtiyat oyuncumuz yoxdursa, yəni oyuncunun zədə alıb çıxandan sonra ehtiyat oyuncumuz varsa biz ona əvəz eləyə bilərik. Amma ehtiyat oyuncumuzu da gətirməmişik, yadımızdan çıxıb, qalıb evdə gətirməmişik. Bu zaman bizim oyuncumuz zədə alıb çıxdığı zaman onun yerinə əvəz edici oyuncu girə bilmir. Axı gətirməmişik, girə bilməz. Məsələ nədir? Bizim 11 nəfərdən 5-i oyun zamanı zədələnib və yaxud da hər hansı səbəbdən qırmızı kart alaraq çıxarsa, diskalifiyə olunarsa, bu zaman yerdə qalır bizim 6 oyuncumuz. Və yaxud nə demişdik? Demişdik ki, 7 nəfərdən azla meydana çıxa bilməz,
həmçinin meydanda 7 nəfərdən azla qala bilməz. Bizim oyunçunun 5-i qırmızı kart alıb çıxdısa, deməli bizim qaldı 6 oyunçumuz. Bu zamanda komanda texniki məğlubiyyət alır və həmən oyunu uduzmuş sayılır.